Salam əziz izləyicilər. Bir neçə vaxtdır ki, artıq video dərslərimizə start vermişik. Sizlər üçün video dərslər çəkilir, faydalı ola biləcək video dərslər və çoxu Azərbaycan dili üzərində qurulub. Bugün istədim ki, ədəbiyyat üzərindən bir dərs çəkim və paylaşım. Və qərarı aldım ki, 8-ci sinif ədəbiyyat dərsində yer almış Məhəmməd Hadinin Türkün Nəğməsi əsəri üzərində müəyyən fikirlərimi bölüşüm sizinlə, sizin üçün faydalı ola biləcək. Deməli, əziz izləyicilərimiz, əziz dinləyicilərimiz, biz bilirik ki, 8-ci sinif ədəbiyyat dərsi daha çox ərəb fars sözləri yüklənmiş bir dərslikdir. Yəni bizim üçün lüğət lazımdır ki, həmin əsərləri daha yaxşı anlaya bilək, başa düşə bilək. Gördüyünüz kimi mən qələm vasitəsilə həmin sözlərin mənasını da qeyd etmişəm. Siz də izləyərkən əlinizdə dərslik varsa, bax bu sözləri qeyd edərək daha yaxşı belə deyək də başa düşə, anlaya bilərsiniz. Başlayaq. Türkün nəğməsi. Türkün tökülən qanları bihudə gedərmi? Burada biz bihudə sözünə diqqət edirik. Bihudə boş, hədər mənasına gəlir. Yəni Türkün tökülən qanları boş yerə, hədər yerə gedərmi? deyə müəllif bir sual ünvanlayır. Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Və deyir, diqqətlə düşün, yoxsa bu qanın hamısı hədərdirmi? Hədər yerə gedirmi? Deyərəkdən sual ünvanlayır bizə. Və ardıca növbəti bənddə artıq bizə belə deyək də sualın cavabını sanki açmış olur. 4 ildə verilmiş bu qədər can hədər olmaz. 4 ildə tökülmüş, yəni bu qədər qanlar təbii ki, hədər olmaz. Məfkurə yolunda tökülən qan hədər olmaz. Məfkurə məqsəd mənasına gəlir. Yəni məqsəd yolunda tökülən qan hədər olmaz. Qiymətli olan xuni şəhidan hədər olmaz. Qiymətli olan xuni şəhidan şəhidlərin qanı mənasına gəlir. Yəni qiymətli olan şəhid qanı, şəhidlərin qanı hədər olmaz. Dul qalmış olan nöfhey nisvan hədər olmaz. Nöfhey nisvan qadınların şivəni, qadınların fəryadı mənasına gəlir. Dul qalmış olan qadınların şivəni, qadınların fəryadı hədər olmaz. Bax sən sonuna himməti türkan hədər olmaz. Himməti türkan isə türklərin səyi, türklərin əzmi deməkdir. Yəni sən sonuna bax, türklərin səyi, türklərin əzmi hədər olmaz. Bədbəxt olan əfğani yetiman hədər olmaz. Yetimlərin fəryadı, bədbəxt olan o yetimlərin fəryadı hədər olmaz. Yenidən bu bəndi artıq öz belə deyə anladığımız sözlərlə təkrar eləməyə başlasaq, 4 ildə verilmiş bu qədər canın hədər olmadığını deyir. Məqsəd yolunda tökülən qanların hədər olmadığını deyir. Qiymətli olan şəhidlərimizin qanının hədər olmadığını deyir. Dul qalmış olan qadınların şivəninin, fəryadının hədər olmadığını deyir. Eyni zamanda bildirir, sən sonuna bax, türklərin səyi, türklərin əzminin hədər olmadığını deyir. Bədbəxt olan yetimlərin fəryadının hədər olmadığını bizə bildirir. Ardıca yenidən həmin sual ünvanlayır. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Və cavablandırır. Qan ilə qazandıq zəfəri verməriz əldən. Yəni bu qədər qan tökərək qazandığımız zəfəri təbii ki, əldən vermərik. Xof eyləmədik atəşi dəhhaşi düvəldən. Qorxu eyləmədik biz atəşi dəhhaşi düvəldən, yəni dövlətlərin dəhşətli hücumlarından. Bir zərrə belə qorxmayırız dəstə əcəldən. Dəstə əcəl ölüm mənasına gəlir. Yəni ölümdən, dəstə əcəldən bir zərrə belə qorxmayırız. İstərsə cahan çevrilib arsın da təməldən, istərsə cahan bütün dünya təməlindən çevrilsin. Türkün üzü çevrilməyəcək səmti əməldən. Yəni yenə də türkün üzü öz tutduğu əməldən, öz məqsədindən çevrilməyəcək. Türklər geriyə dönməyəcək müslih əməldən. Müslih barışdıran, sülhü bərpa edən bir əməldən yüksək yaşamaq istərkən cümləmil əldən, cümləmil isə bütün millət mənasına gəlir. Yəni bütün millətlərdən yüksək yaşamaq istərkən. Yenidən öz artıq anladığımız şəkildə izah etməyə çalışsaq, zəfərimizi qan ilə qazanmışıq, əldən vermərik deyə vurğulayır. Eyni zamanda deyir ki, biz dövlətlərin dəhşətli hücumlarından qorxu eyləmədik. Həmçinin ölümdən, əcəldən də zərrə qədər qorxmuruq. Bütün cahan, bütün dünya təməlindən çevrilmiş olsa belə, Türk heç bir zaman deyir, öz əməlindən, tutduğu əməlindən, məqsədindən geri çevrilməyəcək. Türklər heç bir zaman sülhü bərpa edən o barışıq əməllərindən geri dönməyəcəklər və necə ki, türklər bütün millətlərdən üstün, yüksək yaşamaq istəyirlər. Və yenidən həmin sualları ünvanlayır. Türkün tökülən qanları bihudə, hədər, boş yerə
gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Bax, ərəb fars sözü ilə yüklənmiş bu ifadələri öyrəndikdən sonra belə deyək və əsəri anladıqdan sonra bir də iki cümləni yadımızda saxlayırıq. Əsər 1918-ci ildə 1-ci Dünya müharibəsi zamanı qələmə alınıb və əsər əruz vəzninin həzəc bəhrindədir. Əruz vəzninin həzəc bəhrindədir. 1918-ci ildə 1-ci Dünya müharibəsi zamanı qələmə alınmış bir əsər nümunəsi oxuyuruq.